Deməli, ilk öncə verilən şərti parçalara ayıraq. Yəni, daha aydın şəkildə yazaq. A sıfırdan kiçikdir. Deməli, A B-dən də kiçikdir. B də sıfırdan böyükdür. Yəni, A mənfidir, B müsbətdir. İndi gəlin bu verilən ifadəni sadələşdirək. Kök altında A minus B-nin kvadratı, üstə gəl kök altında 25A-nın kvadratı bərabərdir. Bunlar kvadrat olduğuna görə hər biri modulda çıxacaq. Modulda A minus B, üstə gəl modulda 5A-ya. İndi bərabərdir. Baxın, B A-dan böyükdür dedik. Düzdürmü? Baxmış şərtə əsasən. B A-dan böyük olduğuna görə bunu iki halda yaza bilərik. Ya qabağına birinci halı yazaq. Qabağına mənfi çıxardıram bu modul. Mənfi A minus B. Üstə gəl. Bu A da sıfırdan kiçik olduğuna görə mənfi 5A eləyəcək də. Mənfi 5A bərabərdir. Mənfi A üstə gəl B çıxılsın 5A. Bərabərdir B çıxılsın 6A olacaq. İkinci halda isə necə eləyə bilərəm? Bu B ilə A-nın yerini dəyişirəm də. Mənfin qabağı çıxartmıram. B ilə A-nı sadəcə B ilə A-nın yerini dəyişirəm. B minus A. Burada isə yenə A sıfırdan kiçik olduğuna görə çıxılsın 5A olacaq. Bərabərdir B minus 6A. Yəni hər ikisində eyni cavab alınacaq. Cavab B minus 6A olacaq.